Dostlar və kolleqalar, hər birinizi xoş gördük. Bugün biz sizinlə İngilis dilində Purchase Funnel, Rus dilində Voronka Prodaj, Azərbaycan dilində isə satış qıfı və ya satış proqramı deyə bilərsiniz. Bunun haqqında danışıb, bəzilərimiz yada salacağıq, bəzilərimiz də sıfırdan öyrənəcəyik. Sual yarana bilər ki, nəyə görə məhz buna satış qıfı deyilir? Və yaxud da elə burluqlarını da adlandıra bilərsiniz. Baxın, yəqin ki, qıf görmüsünüz. Məndə də tam birə-bir qıf olmadığına görə, amma əslində elə bu da qıf funksiyasını yerinə yetirilir. Bu, qəhvə üçün nəzərdə tutulan filter kofe qurusudur, belə deyim. Əvvəlcə filtr bura yerləşdirilir, daha sonra ora qəhvə tökülür, üstünə qaynar su tökülərək tədricən burada belə bir massa əmələ gəlir və get-gedə süzülərək filtrdən təmiz bir qəhvə bizim stəkanımıza daxil olur və hazır içəcək hazırlanır. Əslində satışda da eyni şey olur, yəni su kimidir. Əvvəlcə çox adam baxır məhsula və get-gedə ələnərək bir hissəsi real satışa çevrilir. Gəlin rahat anlaşılması üçün mən sizə konkret olaraq bir misal gətirim və bu misal nəticəsində sizdə bax bu 4 mərhələ tam olaraq sizin yaddaşınıza həkk olunsun. Deməli, təsəvvür edin ki, parkda dolaşırsınız, gözəl bir gündür, gün çıxıb, quşlar oxuyur və sizin qarşınıza bir dondurma mağazası çıxır və yaxud da baqqal da deyə bilərsiniz. Bu sizdə məhz diqqət mərhələsidir. Çünki o sizin artıq diqqətinizi özünə cəlb edib. Sizin diqqətinizi özünə cəlb etdikdən sonra sizin kimi bəziləri yaxınlaşıb məhsul ilə yaxından tanış olmaq istəyəcək. Bildirdiyimiz kimi bu maraq mərhələsidir. Lakin fikir verin, burada mən bəziləri sözünü işlətdim. Çünki yaxınlaşan potensial müştərilərdən çox az hissəsi növbəti mərhələyə keçəcək. Çünki ola bilər ki, məhsul onun marağını özünə cəlb etsin, lakin son məqamda ya cibində pulu olmasın və yaxud da ki, harasa tələssin, hal-hazırda o məhsulu əldə etməsin və növbəti mərhələyə keçmədən mağazanı tərk edib getsin. Yoldaşlar, keçirik 3-cü məsələyə, очень важный məsələyə. Bu da ki, istək oyandırmaq mərhələsidir. Bu mərhələdə satış təmsilçimiz məhsulu bizim almağımız üçün müxtəlif yollara əl ata bilər. Bu, ya məhsulu bizə daddıracaq və yaxud da ki, bizə müxtəlif aksiyalar təklif edə bilər. 1+1 aksiyasıdır və yaxud da ki, 5-ini al, biri pulsuz olsun, falan filan. Hər şey ürəyimizcə olandan sonra biz qərara gəlirik ki, ödənişini eləyək. Bu da artıq bizim 4-cü mərhələyə keçməyimiz deməkdir. 4-cü mərhələdə ki, onun pulunu ödəyirik və mağazadan ayrılırıq. Biz artıq sizinlə bu 4 yolu tam mərhələli şəkildə misal gətirərək öyrəndik. Əslində sadaladığımız bu 4 mərhələ marketinqdə məşhur bir model var, onun adı AIDA-dır. Məhz onun ilk hərflərindən götürülmüş, yəni attention, diqqət, interest, maraq, desire, istək və action, hərəkətə keçmək deməkdir. Bu məşhur modeldən istifadə edərək bütün satışları həyata keçirmək olar. Lakin AIDA modeli tam olaraq bitmiş bir model sayılmır. Marketoloq kolleqalarım da mənim sözümə qüvvət verər ki, bir çox firmalar, bir çox şirkətlər məhz satışın bu 4 hissədən ibarət olduğunu nəzərə alıb və bununla da bütün işi bitirirlər. Lakin AIDA modelinin davamı olaraq növbəti 3 mərhələ də var ki, onlara da mütləq dərəcədə fikir vermək lazımdır. O da nədən ibarətdir? Qiymətləndirilmə, sadiqlik və məsləhət görmə. Çünki mən sizə çox rahat şəkildə həmən o dondurma misalı ilə bu 3 əlaqələndirilmiş mərhələni göstərmək istəyirəm. Biz dondurmanı mağazadan əldə edib, uzaqlaşaraq dondurmanın dadına baxıb və onu qiymətləndirməliyik. Ya müsbət və yaxud da ki, mənfi olacaq. Bu birinci mərhələ. Əgər dondurmanı biz bəyəndiksə, demək, növbəti mərhələyə keçid edə bilirik. Növbəti mərhələdə məhz sadiqlik gəlir. Sadiqlik də o deməkdir ki, əgər dondurma bizim xoşumuza gəldisə və biz onu müsbət qiymətləndirdiksə, bir daha həminki mağazaya geri dönüb başqa çeşidlərini və ya elə həmin məhz dondurmanın yenidən əldə etmək istəyəcəyik. Əldə etdikdən sonra bu məhsullarda bizdə müsbət bir fikir formalaşdırsa, daha sonra biz keçirik sonuncu mərhələyə, o da ki, dostla tanışa məsləhət görmə mərhələsidir. Gəlin sonunda bugün keçdiklərimizi bir daha təkrar edək və bu da bizim beynimizə həkk olunsun. Baxın, ilk növbədə biz diqqət çəkirik. Yəni, hər hansısa bir məhsula diqqət çəkirik. Bu, sosial mediada olduğu halda reklama buraxaraq, yəni düzgün hədəflənmiş auditoriyaya reklam buraxdığımız zaman öz bəhrəsini verəcək.
Daha sonra həmənki kütlədə bizdə maraq oyandırmaq mərhələsi gəlir. Yəni ki, əgər düzgün auditoriyaya çıxmışıqsa, mütləq dərəcədə həmənki məhsul bizim auditoriyada maraq oyandırmalıdır. Daha sonra maraq oyandırdıqdan sonra həmən müştəri bizim səhifəmizə keçid edəcək və digər məhsullarla da tanış olaraq müxtəlif orada aksiyalar keçirmək şərti ilə mi deyim və yaxud da ki, müxtəlif addımlar ataraq həmənki müştərilərdə istək oyandıracağıq. İstək oyandırdıqdan sonra bizimlə əlaqəyə keçəcək və bizdən həmənki məhsulu əldə edərək sonuncu, dördüncü mərhələyə gəlib keçəcək ki, bu da gəlir deməkdir. Gəlir gəldikdən sonra həmənki məhsulla tanış olma və qiymətləndirilmə mərhələsinə gəlib çıxmalıdır. Müştəri bizdən məhsulu əldə etdikdən sonra onu qiymətləndirilmə mərhələsinə aparacaq. Qiymətləndirilmə mərhələsində bizdə müsbət nəticə əldə etdikdən sonra bir daha bizə geri dönəcək və ya bizim həmənki məhsulumuzu əldə edəcək və yaxud da ki, digər məhsulları da yaxşı çıxdığına görə bizdən əldə edəcək. Və sonuncu mərhələmiz həmənki mağazanı, bizim mağazamızı öz dostuna, tanışına məsləhət görəcək ki, bu da bizə əlavə gəlir əldə etməyimizə kömək edəcək. Dostlar, bir məqamı da sizə xatırlatmaq istəyirəm ki, AIDA modelinin özü sırf olaraq satışda istifadə etmək üçün deyil, başqa göstəriciləri ölçmək üçün də istifadə olunur. Hər hansısa bir mərhələdə bizdə problemlər varsa, onu AIDA-nın vasitəsilə çox rahat sürətdə üzə çıxardıb, onun üzərində işləyərək növbəti mərhələlərə keçid edə bilərik. Məsəl üçün, ola bilər ki, bizdə ilk növbədə, yəni diqqətdə problem varsa, demək ki, bizim ya çıxdığımız auditoriya düzgün deyil, çox pul xərclənir, o deməkdir ki, onun üzərində işləməliyik və yaxud da ki, ola bilər ki, diqqət var, növbəti mərhələdə maraq yaranmır, o zaman biz ya kreativlərlə işləməliyik və yaxud da digər bir məqamlara baxmalıyıq. Ola bilər ki, hətta o da düzgündür, bu da düzgün nəticəni verir və yaxşı nəticələr var, amma gəlib istəyə çatdığı zaman ola bilər ya qiymət barəsində problemlər var və yaxud da ki, hər hansısa bir bizim əməkdaşımız düzgün cavab verə bilmir və yaxud da ki, suallar yaranır, o zaman artıq bu mərhələ ilə işləmək lazımdır. Əgər bu cür video sizin marağınızı cəlb etdirsə, mütləq dərəcədə sizi növbəti videomda gözləyirəm. Hələlik.